Hər şey salamlar dostlar. Bir gün yeni video ilə sizin qarşınızdayım. Bugün nə oynayaq? Məncə Wolf of Shams oynayaq. Bilək. Mən Qəbələ karyerasını çəkmişəm. Türk Telekom çəkməmişəm. Baxın. Bu 2006-cı ildir. Burada Avropaya falan getmişəm. 2006-cı ilimdir. 2008-2009-a keçmişik daha ki. Yenə 2006-dan başlayacağam mən. 2006 çox qəşəngdir. Mənim çox xoşuma gəlir 2006-cı il. Baxaq görək. Pulu çox olan takım daha yaxşıdır məncə. Mən yenə də buradan baxaq Braziliyada nə var? Braziliyada baxaq. Neçənci kümədədir? Biz 3-cü. Onu xırda yox. Biz yox istəmirəm. Kolombiya var. Kolombiyaya baxaq bir dənə. 62.000 pul, 73.000 pul. Baxaq Kolombiyaya da 2 neçə kümədən oluşdum. Deməli, nə seçək? İrlandiyaya baxaq. Shelton var. Tanış rəqibdir. Qarabağla qarşı oyun. Qarabağla oyunda Qarabağları. Neçə? O üçün 4-0 vurmuşdu. Boliviyada qəşəng güclü takımlar verir, amma Real Madrid çox oxşayır. Neçə kümədən? Birinci kümədən başlayacaq bizi. Oynayaq mı, oynamayaq mı? Boliviyanı oynamayacağım. Məncə Türkiyədən oynayaq. Türkiyədən Mardin Spor var. Sivas Spor var. Hansını seçək? Baxıram, 18.000 pul var, çox az. 32.000 pul var. 62, baxaq. Müdafiə xəttləri çox güclüdür. Bizdəki Türk Telekomdur. Baxın bu. Ya da ki biz sən inəyək. Milli takımlara baxaq. Bolivya var. Milli takımlar mən bacaramayacağım yəqin ki. Gürcüstan var. Gürcüstanda ayaqqabı 2006-cı idi post. Mesaj gəldi. Məncə gedək öz qaldığımız yerdən davam eləyək. Menüdən Türk Telekomdan davam eləyək. Deməli kadro budur. Hazard var. 86 zərbəsi var Hazardın. Potensiallar bu şəkildədir. Deməli bu takımımız yorğundur. Çünki oyuna çıxmışıq. Oyundan deyəndə də ki nə oynadım? Ulusal kupa oyunundan çıxmışıq, ona görə belədir. Yorğunuq, biz vurmuşuq Hazardın tək qolu ilə. Deməli reklam gələcək yəqin ki, videonu qısa bölürəm. Dostlar, keçdiyi reklam gəlmədi, elə bildim reklam gələcək, ona görə böldüm. Davam eləyik Konyaspor'un oyunumuzda. Və şansı çox qəşəng çıxartdı topu. Ümumiyyətlə çox qəşəng qapısıdır, amma bəzən elə yerə olur ki, buraxır topları. Elə vaxtlarda buraxır. Amma hücumda yox, Neymar'a verdik topu. Neymar Braziliyada Osman bazı vurdu. 0-1 oldu. 15-ci dəqiqədə Konyaspor'un oyunda öndəyik. 31-ci dəqiqədə Konyaspor hücuma keçir. 30-da Alişan Şəkərdə qaldı top. Fenerbahçe Galatasaray 3-0'dur. Deməli, çevirdi. 30-da Alişan Şəkər yaxşı oynadı yenə bir şutda. Halva sürəkdə ancaq hücum olarda deyil. Blok qoyduq. Kim blok olduğunu? Kim idi o? Bilmədim. Qarışıq idi hər şey. 15-ci dəqiqədə Neymar vurdu. Onunla Konyaspor hücumda. Yəqin ki. Qapıcı Alişan yenə çıxartdı bu topu.
Alişan tək başına oynayır. 3-cü gol üçün gəldi. Neymar vurdu. Asov Neymar vurdu və 2-0 oldu hesab. 0-2. Dəyişiklik hərimizi eləyək. Neymar çıxardıq oyundan. Onun yerinə küçük Vardar salaq. Müdafiəçilərimiz də yorulurdu. Müdafiəçi var, Vəli var, salaq oyna. Doğanı saldı, Elxan Doğan. Sonra kimi salar, sonra da hamısı zaman oyunçulardı, dəyişdirməyəcəm. 3-cü qolda vuraq, bitsin hər şey. Tolga, tak. 59 idi, posta yaşına görə düşdü. Düşdü deyəndə ki, ovları azaldı. Bax, böyle təhlükəli ötürmə gəldi. Amma yaralanamadı. Konyaspor hücumda. Alişan Şəkər. Şübhəsiz bu oyun onun oyunudur. Çox qəşəng oynayır Alişan Şəkər. Çox qəşəng oynadı Alişan Şəkər. Qol krallığı da buladı. 6 xalla 5-ci yerə keçdik. İlk oyunu uduzmuşam Manisa Spora qarşı. İndi Qalatasarayla oynayacağıq. Yəni, takımı full eləyim. 1,5 oldu. Bizim kapitanımız Hazard idi. Dəqiqə. Kapitan. Bu yox Hazard. Hazard. Keçdi. Jondan Ayevsədə kiçik var Hazard. Bizim Hazard. Penaltı Hazard, sərbəst vuruş Hazard. Hər şey Hazardın üstündədir. Bunun dəyəri də çoxdur Hazardın. Hazard 1,6 milyon dəyəri, 1.600.000 dəyər. Bu kimdir? Erzincan Spor. Kim oynayır? Galatasaray ilə oynayır. Təhlükəli rəqibdir. Oynayaq görək nə gələcək başımıza. Bu nədir belə? Yəqin ki, reklam gəlməyəcək. Bir hafta belə oldu. Videonun vaxtına girdiyen bölüm yenə. Gəl dostlar. Videonun vaxtını böldüm. Videonun vaxtına girdi çünki. Deməli olar sarı qırmızıdır. Bizdəki ağ formamızdan çıxacağıq. Gedək. Atlamayacağım oyunu çünki İnşallah odarıq. Utsaq, yəni çempionluq yarışında tutuna bilərik. Və bundan sonra da ki Avropa oyunlarımız başlayacaq. Əgər Avropada udursaq. Biz aslında konferansa getdik. Prosta ligaya görə kim liganı qazandısa ona görə getdik Avropaya. Aslında konferansa gedirdik. Və çevirdik. Kalan. Bu oyundan sonra Avropada davam edəcəyik. Qırmızı vərəqə. Elxan Doğan aldı. Çox pis oldu bu. Müdafiəçilərimiz də çox qədər yaxşı deyil. Sevdalardan atarıq müdafiəyə onda. Orta sahədəki birini taparıq da. İlkay Gündoğan oynayırdı, onu görə bilmədim. Gəlsən oynamadı. Baxın, oynadı onu. 0-1 geridəyik. 10 nəfərləniyik. Ayev topla. Hazard. Ver bomboş kapı. 1-1 oldu hesab. Küçük fark yaratdı golü. 1-1. Ya Allah, 10 nəfərlə qazansaq çox böyük oldu bizim üçün. Keçən ildə Galatasaray ilə oynadıq. Bütün oyunları qazandıq. Uy, seyvə gör. Alişan Şəkər çox qəşəng çıxartdı topu. Aydın Yılmaz. Yenə Alişan Şəkər. Bu oyun onun oyunudur, Alişanın oyunudur. Çox qəşəng oynayır. Gözləyməsin. 1-2. Yaxşı dayanmışıq. Hələ ki, dəyişikliklərimizi eləyək. Yaxşı dayanmışdıq. 10 nəfərlə yeyək. 10 nəfərlə var necə olacaq? 3-cü qol gəlirlər. 3-cü qol. 10 nəfər qaldıq. Kim idi? Elxan Doğan. Onu göndərəcəm takımına. Ona görə Qalatasarayı uduzduq. Çox pis oldu.
Elton Doğan. Nerede? 33 yaşı var. Bunu göndərik. Elton Doğan'a görə görünə vəziyyətləri düşüyor. Göndərdim. İzmir Spora. İlkay Gündoğan gəlişibdi. 66 oldu. Ayda 3.31 rəqib gəldi. Onu tutsaq yəqin ki, düşəcəyik konferansa. Yəqin ki. Deməli, Avrupa beləncə nədir? Bir dənə özümüzə müdafiə çalaq. Torun oynamasın müdafiədə. Sabitləsən. Serdavaydını ataq müdafiəyə. Orta sahədəki çox pis oldu. Bir dənə müdafiə transfer eləyək də neynəyək da. Kimi transfer eləyək. 65-70 kirəyə götürək bəlkə. Kiralayaq da yəni ki. O da ola bilər. Hər şey ola bilər. Thomas Müller var. Yaxşıdır. Onca yaxşıdır. Ala bilərik. Thomas Müller Allah, çox qoşun müdafiəsi. Mən gözümə dəydi şəxsən. Müdafiəçi deyil, müdafiəçiyə görə az deyil. 16 yaşı var hələ. Allah ya. Kirəyə görə verirlər, kirəyə də verirlər. Mən kirəyə götürək. Kiralıq götürmədilər. Onu da alaq da. Alaq, məncə. Aldıq. Thomas Müller aldıq. Demək, qəşi oturacaq yəqin ki, müdafiəyə bu. Takımımızın müdafiəsini atışdırdı. Müller'in bir dənə potensialına baxaraq. 87 potensial var. Çox qəşəngdir potensialda. Deməli, ya Allah, inşallah udarıq. Qəşəng rəqiblər də var burada. Avropadan eləni konferansa düşmək istəyirəm mən. Çox qəşəng olardı. Yenə gəldi bu. Videonun vaxtına ged, onu görə bölürəm. Dostlar, gəldi. Oynayaq, görək başımıza nələr gələcək nələr. Yəni 2 oyun bu. Uçsaq da, uduşsaq da. Nətər olacaq? Alişan Şəkər top dəf elədi. Metulla mənim dırdilər. Metulla dırdilər. Qarşılaşmışıq. Və Hakan Akabaş uzaqlaşdı. Topu İlkay Gündoğan vurdu topa. Və ilk hücumumuz Hazard tutacaqdır məni. Vurmaq istəyirəm, vurmaq da istəmirəm. Aman, Hazard! Son anda qapısı. Neymar hücumumuz davam eləyir. Hazard çəkdi. Hazard və hesab açılır. 1-0 gol. Sonra Alişan Şəkər və Alişan Şəkər. 1-0 öndəyik Avropada. Ertan'da yine hücumdadır. Zərbə Alişan Şəkər. Yaxşı oynayır bu oyunda Alişan Şəkər. Yine ikinci gol üçün gəldi. Hazard çəkdi. Hazard. Haydi bitir Hazard. Bitir. Çəkdi bir dənə daha. Hazard. 2-0 gol. Hazard. Üçüncü gol üçün gəldi. Haydi. Hakan. Akabaş. Göndərdi, özü qalmaq istəmədi. Divar paslaşmaları. Hakan Akabaş. Hakan. Ötürmə vermək istəyir. Haydi, yer yoxdur ötürmə verməyə. Ötürmə Hazard'a. Hazard. Hazard. 3-0 Hazard hat-trick eləyir. Haydi, bu oyunu qızaq konferansa yetsəydi çox yaxşı olardı. Qapıcı Alişan Şəkər. Çox qəşəng seyv eləyir. Ayev sakatlanır. Çox pis. Çox pis. Başımıza çox pis olan gəldi. Hayır, kimi salaq oyna. Küçük var oynayamır orada. Neymar burada oynayamır. İlkay Gündoğan bıratırıq. Bu Thomas ekibi də çataq da. Yəni belə oynayacağıq. 3-0 öndəyik öz evimizdə. İlk isə bitiyor. Hazard hat-trick eləyibdi. 3 gol.
Ukrayna komandasına qarşı öndəyik 3-0. Dəyişikliyimizin vaxtı gəldi. Dəyişdirək oyuncularımızı. Bir dənə bu. Bir də ki, Gündoğanı dəyişdirək. İlkay Gündoğanı. 3-0 öndəyik və 4-cü qolumuzu da vuraq. Hazard. Qapıyozov, Qapıtili. Daha bir. Yenə Qapıtili. Ötürmə. Hazard. 4-0. Gol. Hazard. Həm komandasını, həm də özünün 4-cü qolunu atdı. Hazard. 4 qol. Domine elədi oyunu. Oy. Çox qəşəng. Beşiktaş nə edibdi? Baxaq. Beşiktaşı görə bilsə yaxşı olacaq. Burada Bayer Leverkusen də var. Çətin. Beşiktaş 1-0 uduzur. Səfərdə. Kayserispor 0-2 uduzdu. Səfərdə. Hamısı səfərdədir. Fisin oyunlar deyəsən. Və zədələnməmiz var. Yəni bu oyuna yəqin ki zəiflərlə çıxacam mən. İlkay Gündoğanı oynatma. Mulder'i də oynatmaq istəməm. İsa Dündar girsin ara. Kardeşkidən. Ayda, hücumsumuz yoxdur. Bu da hücum. Ayda, oynayan olardı. Bu nədir? Şikar kardeşkidən. Sol bek. Şey olmaz. Atla bu oyun məncə. Ayda, bu da keçmir. Bu oyunu uzacaq. Ya da ki oynaymayacağım. Özüm oynamaq istəyirəm. Oynayaq görək başımıza nə gələcək, nə gəlməyəcək. Bu açılsa çox qəşəng olacaq. Bu nə deyə belə? Açılmır, hə. Açıldı. Oynayaq görək nə olacaq. Udacaq. Utsaq bizim üçün çox qəşəng olacaq. Dirəkdən geldi top qapıya. Kildən. Biz və geriyə düşdük. Kadıköy'dən. Ana insanın vardı. Yəqin ki ucacaq. Bana baxsan adamlar. Tuncay Şanlı qırmızı vərəq alır. 10 nəfər qaldılar. Avaraj olur. 10 nəfərlə. Müslümcü qoydu. Sonra nəfər tikəliyir. Dördüncü gol üçün gəlirlər. Dördüncü golda gəlir. Alişan. Sona dək mübarizə aparır Alişan şikəs. Məğlubiyyətə razı deyil. Sınıf qoydu. Hatta ancaq Fənərbağçı izin verir. Alişan şikəs. Sona dək mübarizə aparır. Demirbaş. Baxıl qapı zərbə Qapıtili. Bir hücum verdi. Onu da ki Qapıtilinə vurdu. Ben hücuma keçirlər. İsa Dündardan keçir. Keçmir. Çok çöldə vardım mən. Sonra da mübarizə aparırıq. Əsaslı vaxtımız var. Sonra da mübarizə aparırıq. Hücumdayıq. Şimdi Torunda top. Torun göndəri qapına. Ayda. Heç kim toxunanmadı topa. Adamın nefese bilmirlər. Nə də sürəti yoxdur. 65 sürət var. 60 sürəti var qasda. Çevirə bilərdik bütün ataqlarımızı. Bütün ataqları qoy desəydik. Birincisi speed yox da. Kardeşkidən 46 azaldı. Buna da bir dənə qapıya zəbəzə tutmaqları. Üstü. Alay, gedək. Hacı qalını dəyişdirək. Bunu girsin alay. Yeribinin nə ilə öyrənək? Biz bir məğlubiyyət aldıq. 6 xandan neçəndir? Monisus bu heç uduzmayıb. Hazard yenə gedişdir. Bütün takımı saxlamışdım bu oyuna.
1,9 oldu. 1,9 milyondur. Bu oyunu atlayacağım yəqin ki, udmuşuq çünki. Yenə bu gəldi. 4-0 udmuşuq. Atlayacağım bu oyunu. Reklam izləyib atlayacağım yəqin ki. İnşallah oyunu çıxsın. Bunu deyə ya top şəkli. Attım. Qırmızı vərəqə 2-0, 3-0, 3-0 düzdük, amma option 4 tutduq. Yəni Alişan Şəkər yenə mübarizə pozisyonuna kimi. Beşiktaş geri dönüş edib. Kayserispor, anı Kayserispor. Kayserispor. Leverkusen keçibdi. Kayserispor görməm 2-0'dık onlarda. Ayda qırmızı vərəqəyi. Ama bak 4 da var hala. Bir var ne tavuğu daxlı. Çox zəif ye. Takmam sənə lazımdır. Enerji takviyesi. Ayda bu yenə gəldi bu şəkil. Videonun əvviyası topla ye. Keç da keç. Hə keçdi. Oynayıq görək nə gələcək. Başımıza nə gələcək. Beşiktaşla oyunda. Yarım saatın tamamdır ki hücum çıxmıyor. Və ilk hücumda biz eləyib vurmayacam qapıya. Ötürmə verəcəm. Ayda uzaqlaşdırırlar topu. Oradan atar eləyim bəs. Oyun desən də mən. Oyunda mən də eləyim. Qapı deyək. Geçdi tabağımıza. Saç yolda vursaydın. Quşa blok qoyduq. Daha bir səbəbini qaçar. Ancaq özümlər oradan deyil. Saç yolda vursaydın. Keçdilər topu. Qapıza blok qoydu Hakan Cans. Hakan Cans qəşəng blok qoydu. Cans hanı? Bunu qəşəng sürətdə var. Hər şey 0-0 desaq. Beşiktaşın oyuna yəqin ki vuracaqlar. İsadında blok qoydu topa. Dəyişikliklərimizin vaxtı gəldi. Küçük Bağdav girsin oyuna. Oynasın. Bir dənə hücum versən, hər şeyi bitirəcəm. Vuracaqlar yəqin. Zabın videolar bu koydu. Hakan Can'ı uzaqlaşdırdı topu. Və son meyvələr hücuma keçirlər. Bıraxmamalıyıq onları. Döşək. Sonra da mübarizə Mehmet Musat'dan. Bir hücum çaş yolda vursaydım. Kayserispor da dərbi unutdu. 10-cu sıraya yerləşdik. Beşiktaş'ı utsaydık 10 xalla 7-ci olacaqdıq. Ayev də geri qayıtdı. Kardeşkidən gəlişibdi. Gəlişməsə ondan yaxşıdır, onsuz oynamır. Ayevimiz yoxdur. Ayda Pak qırmızı vərəq alıb. Pak neydi? Mehmet Musat. Kimsə olacaq indi o da. İsadında oynayır oradan. Sol bekdir. Buna da hamı sol bekdir. Yeni ikilər götürək də. Takımda eksik var. Transfer listesində. Bunu götürək ikiləyə. Məncə kiralıq. Kiralıyıq sevəcəm masalan kimi aynısı kiralıyıq da. 13.000 buna verməyə. Belə görək. Qəşə verdilər bizə.
Salah bura. Neymar'da Salah oynayacaq Neymar'da. Deməli. Hazır kapitandır da uzadırlar ya ki. Neymar. Keç bura. Şöyle keç bura. Evet kapitan budur. Ne deyik özür deyik. Bura koyayım. Şeyda yukarı Hakan küçük var da hazırdırsın. Penaltılardaki azad. Azad yoksa qapısı eşlətəcəm. Ali şoşuşa olsun. Deməli Q4'da gəldi iş yenə bura. Yenə bu gəldi. Videonun vaxtından gedib bölürəm yenə. Dostlar yenə geri gəldim. Qarabağla da oynamışdı. Haksız bir oyunu var idi orada da. Zübinin vurdu top. Neçə içərdiydi ama görmüşdülər. İlk hesab açırıq Bazil'e qarşı. Bazil ilə oyunda hesab açdıq. Bazil yüzüma keçsin. Hadi kalın Hakan Akabaş uzaklaştırdı topu. Yine hücumdayıq. Neymar çəkdi. Verdi. Hazard çevirdi. Hazard. Zərbi imkanı axtarırıq amma vuramırıq. Hazard. Qapı dirəyi. Hazard. 2-0 Bazil ilə oyunda. Oyuna keçdik. Bazil hücumunu sonlandırdı. Üçüncü qəşəng blok qoydu. Deməli 40-cı dəqiqə ilk hissənin sonlarıdır. İlk hissə bitdi. İlk həcumda Hazard qollarımızı daha doğrusu. Bazil hücumdadılar. Bazil hücumuna keçsin amma bir türlü top qapımızdan keçir. Dəmir dediyimiz anda blok koydu. Daha bir imkan. Qardaşı fərqə indi etdilər. Hücumdadılar yenə. Yenə bu səfər blok koyduq topa. Bazil dalgalar gəlir hesab. Bərabərləşdirəcəklərimi. Hakan Akabaş uzaqlaşdırdı topu. Hakan Akabaş dəyişikliklərimizi deyilək. Bu bura girsin. Şuşlara. Bu bura. Dəyişikliklər eləməyik. Üst dəyişiklik yoxdur. Çox qısa. Bit. 2-1 olsun. Bizim olsun. Haydi 300 gol da Hazard davay. Hazard. 3-1. Yenidən 2'ye qalxdı. Və 3-1 utduq. Utduq 3-1. Hazard'ın 2 rolunu unutduq. Beşiktaş tutubdu. Kayserispor bu Leverkusenə uzufdu. Yəni udzadı yəqin ki. Yəni çox çətin rəqibdir. Yenə bu gəldi. Yenə böləm. Dostlar keçdi. İndi kubok oyunu var. Kubok oyununu oynamaq istəməmək. Ne diyor? Bunu oyuncular qoyur. Oyun haqsızlıq eləyir. Bu hamısı oyuncularımız bizim. Birinci takım oyuncularımızda. Atlamaq olsun. Hayda, yenə bu gəldi. Nə deyə belə? Şimdi dostlar keçdi o. Keçid eləyək maçımıza. Kayserisporla oyunumuza. Kubokun ikinci turdu. Deməli Qapuzada Muller uzaqlaşdırdı topu. Kayserisporun birinci hücumu dəyərləndirəmədi və indi bizim birinci hücumumuzdur. Serdar Sinik verdi Neymar. Top keçmədi qapıdan. Hayda. Taş ki Siniklə özüm zərbə indirsinməyim. Daxil zərbə üçün imkan var.
Muldi ve Muldi'nin uzaklaştığı topu. Yine hücumdayıq. Bunu vurmalıyıq karşı. Bunu vurmalıyıq. Neymar. Geçək. Qapısını yerə yatışdırdı. 1-0. Onu deyik. Proses bir toparlanma santradan gəlirlər. Cəvab yox. Topa bir. Alişan Şəkər heç bir şey eləyəmədi topa. Qüvvətli zərbə. Altmışıncı dəqiqə hücumdadılar və 1-2 oldu hesab. Dəyişikliklərimizi eləyək. İlkay Gündoğan. Sonra Hazard. Sonra Kardeşgilin. Yeni hücumdan bu. Yeni hücuma keçirlər. Mehmet Tosak uzaklaştırdı topu. Hayda. Hücum geldi. Haydi Hazard. Haydi Hazard. Ne olur. Haydi. Gol. 2-2 Hazard. Vurdu Hazard golü. Vurdu. Haydi bitirək. Haydi. Bitirmə geliyor. Kardeşgilən. Gol. Zamindən girdi vurdu. 3-2 ayda. Bizə bu hücum uzaklaşdırıq. Bizə gol olmasın. Aha, son hücumdu. Mehmet Tosak. Mehmet. Cevzi cəmə meydancasına kimi. Aha, vurmaq lazımdı bunu. Ötürmə. Hazard. Bir daha arxaya getdi. Hazard. Gol. Hazard son dəqiqədə vurdu. Hazard oyuna girən kimi 2 gol. Hazard. Bir də ki Kardeşgilən gol vurdu. Uydu, çox qəşəng oyun keçdi amma. Çox qəşəng oyun idi. 4-3. Son dəqiqələrdə gəldi qolumuz. 90 üstə gələcəniz dəqiqədə yenə bölünən videonun yenə bir top işarəsi gəldi. Amma keçdi. 7 xallanlıq 11-ci yerdik. Deməli oyuncularımıza baxaq. Hazard 70 olmalıdır mı? 3-cü turda rəqibimiz Sivasspor olacaq. Deməli bugünlük bu qədər dostlar. Sağ olun, sağ olun.